Salam Elçin bəy. Salam Vüsal bəy, xoş gördük sizi. Çox rahat yerdir, yoldan da çox uzaq deyil. Elçin bəy, buyurun, əmlakınız haqqında məlumat verərdiniz. Əmlakımız Novxanada yerləşir. Bu əsas yoldan 150 metr məsafədədir. Dənizə də 2-3 dəqiqəlik yoldur. Evin ümumi həyət sahəsi 7 sotdur. Hər bir sənədi var, çıxarışına qədər bütçəsi. Evin özü 240 kvadratdır. Evin hər bir yeri istipoldur. Həyətə daxil olduqda solda olan qış yer mətbəxidir. 50 kvadratdır, içində sanuc nə qədər var. Sadəcə remontsuzdur, yəni cüzi bir remontu qalıb oranın. Elə bir xərci yoxdur içərində. Videoda gördüyünüz kimi 40-60 kolonlarlandır. 2022-ci ildə tikib köçmüşəm bura. Sırf özüm üçün tikmişəm, özü yaşadığım evdir. Yəni bir mərtəbə olmağına baxmayaraq 12 dənə kolonla tikilib bu ev. 40-60-a. Çox da özünlüdür. Bu evin özünün hündürlüyü, tavan hündürlüyü 3.60-dır. Yəni ev çox hündürdür. Qapıdan içəri girəndə də sağda elə gördüyünüz güzgülü prixoşu var. Onun özü çox bahalı bir yığılmadır. Hamısı MDF-dən yığılıb. Solda gördüyünüz qonaq otağıdır. Qonaq otağının ümumi sahəsi 40 kvadratdır. Tək elə televizoru özünüz gördünüz, yanının stentinin, üzərində çox bahalı stentini eləmişəm. Əşyalarımız özü elə qonaq otağında olan əşyalardır, hamısıdır. Bahalı pərdədir. Pərdənin özü də Binnət firmasının pərdələridir. Bahalı divan kreslolardır. Elektronikalar qalmayacaq evin içində. Yəni elektronikanı ayrı qiymətə satın alan adamla yəni ayrı danışmaq olar. Çünki elektronikaların qiyməti dəyəri çox bahalıdır. Amma əşyalar qalacaq, hər bir əşya. Sonra iki uşaq otağı. Bir oğlan otağı ayrıdır, bir qız otağı ayrıdır. Hamısı bir 20 kvadratdır, hərəsinə ayrı. Sonra bir valideyn otağı eləmişəm. Öz ailəm balaca olduğu üçün valideyn otağına hələ gələn gedən yoxdur deyən, bilirəm az yana valideyn otağına heç bir əşya yığmamışam ora. Yəni ora ambar kimi istifadə edirik. Özümüzün yataq otağıdır, ümumi otaqda 30 kvadratdır. İçində kondisioneri, televizoru, divanı, hər bir şey var yatağına görə. Evin bütün hər bir yeri istipoldur, isti döşəmədir hamısı. Kombi sistemidir. Evin bütün aboyu özləri hamısı bahalı aboylarlandır. Yəni burada adi ucuz bir şey, heç bir şeylə remont olunur da. Mətbəxin özü elə 30 kvadratlı sahəsi, bahalı mebelindən yığılıb. Birbaşa buradan terasa çıxışı var, rahat. Terasın özü elə 30 kvadratdır. Yuxarının terasını yuxarı gördüyünüz kimi hamısı bahalı taxtalarla yığılıb. Su, qaz, işıq daimidir. Adlı yoldan qaz çəkdirmişəm özümüzün. Qaz xətti də, işıq xətti də var. Su xətti də adlı özümüzündür. Sənədlər tam puçadır. İndi keçək əsas məsələyə qiymət. Qiyməti əvvəl düzdür, endirmişəm qiyməti. İndi əvvəlkinə qoyulanda və bir ayına qoymuşdum. Proses mənim üçün təcili oldu. Özüm xaricdə közdüyüm üçün maşın da satıram. Hətta maşınım da var. Yəni maraqlananlar kimə maraqlı olsa, yəni BMW markalı maşınımdır. Yəni onu da lazım olsa, yəni satıram, yəni onu xarici gedimlə əlaqədar. Ona görə qiymət mən bir ay belədiyim qalıb getməyimə. Ona görə vacib satmalıyam. Qiyməti düşürmüşəm. 290 minə deyirəm, yəni bütün əşyalarını hər bir şeylə bir yerdə. Real müştəri olsa aşağı danışacağıq, eləmək olacaq. Oldu Elçin bəy, oldu. Təşəkkür edirəm. Oldu, sağ olun. Çox sağ olun. Sağ olun.